Salam dəyərli izləyicilər. Bugün Andop Talks'da çox maraqlı qonağımız var. 22 il hərbi xidmət keçmiş, ehtiyatda olan polkovnik leytenant, idarə etmə üzrə mentor Gülər Məmmədova. Bugün komandanın idarə etməsindən danışacağıq. Rəhbərlərin etdiyi səhvlərdən, uğurlu komanda necə qurulur və onu uzun müddətli etmək haqqında danışacağıq. Gülər xanım, xoş gəlmisiniz. Salam Sevinç xanım, xoş gününüz olsun. Şadam sizi burada görməyə, həm söhbət olmağa. Çox sağ olun. Gülər xanım, 22 il hərbi xidmətdə olmaq asan deyil. Siz bu yola necə gəlmisiniz? Təbii ki, hər kəsin bir yolu var və o yollar çox zaman biz istədiyimiz yerlərdən keçmir. Biz planlaşdırdığımız yerlərdən keçmir. Amma axırda yenə də məqsədimizə gəlirik. Hərbiçi olmaq, hansısa bir hərbi rütbə daşımaq uşaqlıq arzum idi. Amma elə oldu ki, əvvəlcə ora yönəlmədim. Bir müddət başqa sahədə işlədim və təklifi hərbi xidmətdən aldım. Hesab edirəm ki, müəyyən xüsusiyyətlərimə görə seçildim. Hansı xüsusiyyətlər bu yolda sizə kömək elədi? Məni ora gətirən xüsusiyyətlər əsas ciddilik oldu. Çünki özümü nə qədər xatırlayıramsa, istəyir gəncliyim, istəyir uşaqlığım, ciddiliyimlə fərqlənmişəm. Elə hesab edirəm ki, məhz o ciddilik, o intizamın bir üzə verməsi insanın simasında məni seçib, amma sonradan xüsusiyyətlərimi öyrənib, yoxlamadan keçirib, yəni ki, mən yararlıyam hərbi xidmətə, qərar bundan sonra verildi. Amma bu dövrdə o xüsusiyyətlər ki, o xidmətdə qazandım, hesab edirəm ki, ən vacibi təmkin və səbir mənə kömək etdi. Yəni, söhbət ondan getmir ki, hərbi xidmət səbir tələb olunan yerdə digər sahələr yox. Bütün sahələrdə, xüsusən də idarə etmədə səbir və təmkin öz sözünü deyir, onun olması insanı daha effektiv edir. Amma hərbi xidmətdə xüsusən dərhal nəticə gözləməmək proseslərdən, stresə dözümlü olmaq, bu kimi xüsusiyyətlər. Yəni bunlar sizdə belə başa düşürəm uşaqlıqdan var idi. Məktəb illərində formalaşıb, çünki birdən-birə gəlib o xüsusiyyətləri əldə eləmək, onu həyata keçirmək çətindir. Ona görə yəni məncə bu sizdə o artıq məktəb illərindən formalaşıbdır. Yəqin ki, genetika və tərbiyə üsulları və yaxud mühit, böyüdüyü mühit, ailə öz sözünü deyir. Gülər xanım, rəhbər kimdir və o necə formalaşır? İlk sualım belə olacaq sizə. Rəhbər və lider anlayışı özünüz bilirsiniz ki, fərqli bir şeydir. İnsan rəhbər ola bilər, amma lider ola bilməz. Və yaxud insan lider ola bilər, amma heç vaxt qanuni bir legitim vəzifə tutmaya bilər. Bəzi qaynaqlar deyir ki, bu genetika burada rol oynayır. Bəzi qaynaqlar deyir ki, hər şeyi sonradan qazanmaq mümkündür, bütün bu xüsusiyyətləri. Elə mən sizə bu sualı vermək istəyirdim ki, rəhbər doğulur, yoxsa yetişir? Yəni anadan gəlmə genetikdirmi bu, yoxsa təcrübə ilə yetişir? Əvvəl birinci onu qeyd etmək istəyirəm ki, o lider və rəhbər məsələsi yəni bəli, burada önəmlidir. Əvvəlcə bu rəhbərin necə yetişdiyini istəyirəm diqqətinizi ora cəlb edim. Mən hesab edirəm ki, bir çox idarə etmə üzrə qaynaqlar da hesab edir ki, bugün idarə etmə, idarəçiləri, liderləri, rəhbərləri hazır şəkildə buraxan bir industriya və yaxud bir çap maşını yoxdur. Rəhbərlər düzdür, hər hansı təməl biliklər alırlar idarə etmə ali təhsil müəssisələrində və yaxud digər kurslarda və s. Amma onlar orada yalnız təməl, elə bil evin təməli qoyulur, möhkəm qoyulur. Amma sonrası liderin öz işidir. O təməlin üstündə nə tikəcək, nə formalaşdıracaq, bərk olacaqmı onun tikdiyi konstruksiya, neçə mərtəbə qaldıra biləcək ümumiyyətlə. Bu rəhbərin öz şəxsi keyfiyyətlərindən, həyatda həmin o rəhbərlik dövründə stresə dayanıqlığı, aldığı zərbələrdən sonra özünü nə qədər tez vaxtda təzədən bərpa etmə bacarığı,
çətinliklərə necə tab gətirdiyi, ümumiyyətlə nə qədər uzaq görən olması əsas bunlardan formalaşır və doğulur dedikdə siz yaxşı vurğuladınız. Birdən görürsünüz ki, uşaq, balaca uşaqda, amma liderlik xüsusiyyətləri var. Yəni o fərqlənir. Bəli. Hətta həyətdə, yəni bağçada, məktəbdə adətən görürsən ki, mən elə görmüşəm, lider olan uşaqlar, yəni o dəqiqə seçilirlər. Sizcə onlar hansı xüsusiyyətlər gözə çarpır? Təşkilatçılıq hiss edirsiniz? Bəli. Onlar digər uşaqları təşkil edib, hər hansı bir oyunumu, hər hansı bir aparıcı kimi olurlar da Bəli. bir növ. Onlar təşkil eləyirlər oyunu və görürsən ki, onların dediyindən uşaqlar hərəkət Hesablaşır. eləyir, hesablaşırlar, bax belə. Bəli, və bu xüsusiyyətlər hesab edirəm ki, Prosta bunu inkişaf elətdirmək bəli, lazımdır. 10% mən deyərdim ki, bu genetik təməlində olur insanın, amma qalan 90%-ını insan özü yaşadıkca, üzləşdikcə o liderlik, rəhbərlik bariyerləri ilə onda yaranır. Ümumiyyətlə lider gəlib, bəzi hallarda elə hesab edirlər ki, mən rəhbər təyin olundumsa, rəhbər olandan sonra başlayacağam onların hamısını öyrənməyə. Yəni o biliklər rəhbər kreslosundan çıxıb sizə hopmur. O Belə bir- illərdən təcrübənin əsasında Bəli. gəlir də. Və hətta hərb tarixində belə bir fakt var ki, bir leytenant böyük bir qərar verir. Özündən, başından çox böyük bir qərar verir general səviyyəsində, döyüşdə, ekstremal vəziyyətdə və ona general rütbəsi verilir. Və sonra da bu elə əsaslandırılır ki, o leytenant olurla general kimi düşünə bildi. Bax, lider bişə-bişə gəlir və üstünə bax bu xüsusiyyətləri yığır, təcrübəni yığır. Sonra Yəni kritik situasiyada artıq beyin özü məlumat verir ki, nə etmək lazımdır. əgər təcrübə varsa, Təcrübə varsa, bəli. bəli. Əgər o beynin altında, o intuitiv plastın altında təcrübə varsa, dəfələrlə bu insan bu şeylərlə üzləşib, bunu hər hansı bir səviyyədə bunu dəf edə bilibsə, bu çətinliklərin üzərindən gəlibsə, bəli, intuitiv olaraq o biliklər çıxır. Gülər xanım, bəs rəhbərin obrazı və strukturu deyəndə bunu biz necə başa düşürük? Bax, onu biraz açıqlaya bilərsiniz. Rəhbər obrazı necə olur? Obrazı əsas da strukturu. Strukturu. Siz bilirsiniz ki, mənim səhifəmdən bilirsiniz ki, mən çox nümunə gətirməyi sevirəm. Əhvalatlarla və faktlarla. Çünki insanda onda daha yaxşı təsəvvür yaranır. Əslində sizin səhifəyə maraq elə məndə də oradan yaranır. Hər gün sizin səhifədə maraqlı bir hadisəni o qədər sadə, o qədər belə rahat izah edib deyirsiniz ki, o hadisənin əsasında biz başa düşürük ki, məsələn mən başa düşürəm ki, nədən siz deyirsiniz və necə doğrudan da rəhbərin harda qərar verməsi çox önəmlidir. Yəni Düzdür. biri var, onu bilirsiniz belə danışırıq. Teoretik deyirik ki, qaydası budur. Amma siz onu həmən o misallar çəkəndə daha tez anlamaq olur. Əslində orada bir məqsədim var. Çünki idarəetməni, hər hansı bir şey öyrənmək istəyən insan açar kitabları oxuyar. Buna çox uzun bir vaxt keçəcək. Bəli. Ondan sonra o kitablarda yazılan o terminologiya hər kəsə belə deyək, maraq doğurmur. İnsan darıxır və bağlayır, hesab edir ki, o darıxdırıcı və çox mürəkkəb bir məşğuliyyətdir. Bəli. Dərinə getmir. Ona görə həmin o məsələləri maksimal dərəcə sadələşdirib, əyləncəli və maarifləndirici şəklə salıram. Və çox qısa bir formatda elə gözəl çatdırırsınız ki, artıq bilirsən ki, öz təcrübəmdən nə qədər mən belə situasiyalar tapmışam orada, özüm üçün götürmüşəm. Düzdür. Elədir. Yəni rəhbər obrazı deyəndə yenə də deyirəm sizə nümunədən danışacağam. Məşhur Rusiyalı bir vəkil var, Dobrovinski. Çoxu onu tanıyır, videolarında görürsünüz və bu insan milyonluq qonorarlarla işləyən bir vəkillik bürosunun sahibidir. Onun danışdığına görə bir gün hansısa bir oliqarxın, böyük bir vəzifəli insanın qəbulunda bir neçə vəkil bürosu iştirak edir və özlərini təqdim edirlər ki, kimi seçəcək axırda o oliqarx. Bu insan həmin o oliqarx, o alfa, hamını dinləyir. Axırda deyir, yaxşı, siz gedə bilərsiniz, mən sizlə əlaqə saxlayacağam. İndi bu vəkil danışır ki, deyir, hamı durdu, böyük bir müşavirə masasıdır. Hamı durdu, stullar qaldı səliqəsiz vəziyyətdə.
Bir dənə mən stulumu artıq deyir o məndə refleksdir. Stulumu çəkdim yerinə. Həmin o vəzifəli şəxs dedi ki, siz dayanın zəhmət olmasa. Mən qayıtdım və o başladı məndən söhbət eləməyə və müqaviləni biz aldıq. İllər sonra o mənə dedi ki, siz bilirsiniz mən sizi niyə seçdim? Siz o stulu ora qaytarıb qoyanda mən gördüm ki, sizin bir şəxs olaraq, rəhbər olaraq strukturunuz var, səliqəniz var. Yəni struktur elə bir şeydir ki, hətta 2-ci, 3-cü əsrə aid bir Çin sərkərdəsi deyir ki, birinci özündə səliqə yarat, sonra ətrafında. Birinci göstərişlərində səliqə yarat, sonra cəzalarında. Yəni insan özü struktur olduqca, nəsə özü bir struktur kəsb etdikcə onun təsir etmə qüvvəsi böyüyür. Məncə o da elə ailədən, məktəbdən, uşaqlıqdan gəlir. Bax o disiplin deyilən bir intizam deyilən bir faktor var. Bu çox önəmlidir. Məsələn, o stulu çəkməyi, o axı onu öyrənmək olmaz. Bəli. O ancaq vərdişdir. O avtomatik bir vərdiş. Vərdişdir. O vərdişlər gətirib insanı bax o vəziyyətə çatdırır ki, sənin aldığın təhsil, aldığın biliklər həyatı boyu iş təcrübəndə dəstək olur. Bəli, gündəlik hansı davranışları sən nümayiş etdirirsən ki, sənin bir dənə reflektor hərəkətində o boyda sənin həyat rejimin, rutinin özünü əks etdirir. Elədir. Və bunun təbii ki, beyinlə, psixologiya ilə əlaqəsi böyükdür. Hətta bilmirəm, bir film var, zülmətin hissələri, zülmətin sahələri belə bir filmdir. Orada müəyyən bir icad olunur, bir doping kimi bir maddə. Onu içən kimi insanın beyni 100% potensialını işləməyə başlayır. Yəni insan kitaba baxanda artıq orada nə yazılıb hamısını bilir. Və bu tabletka düşür bir tüfeyli həyat tərzi sürən bir oğlanın əlinə. Və oğlanın bütün bankrotdadır, borcları var. Hər gün onu çöldə tuturlar ki, borcumu qaytar, səni öldürəcək. Mənzili yaman gündə, xaos, qablar, qaşaq, hər şey tökülü vəziyyətdə və o tabletka düşür onun əlinə. Beyin ki başlayır tam gücü ilə işləməyə. Birinci beyin bilirsiniz nə edir? Durur, başlayır o qabları yumağa. Evdə o səliqəni yaradır. Bir saatın içində bu insan mənzilini super eləyir. Hər şeyini səliqəyə salır və sonda bu insan milyarder olur. Çünki sonra bax bu strukturlaşma, beyindəki o səliqə sahman, şəxsi strukturlaşma bütün həyatına belə deyə sirayət edir. Yəni, ona görə çox önəmlidir də o uşaq vaxtından o strukturu qurmaq ki, həyat boyu nə də olsa, şuur altında nə varsa o çıxır üzə. Bəli. Çox vacibdir. Reputasiya hansı rol oynayır? Reputasiya mən deyərdim ki, bizim bir aktivimizdir. Elə bir ayrıca biznes qurmusunuz, onu yaxşı qurmusunuzsa, o siz olmadan belə sizin leyhinizə işləyəcək və yaxud da əleyhinizə. Baxın, reputasiya. Biz reputasiya dedikdə ancaq yaxşı insan başa düşürük. Amma reputasiya pis də ola bilər. Bu rəhbər olana qədər, yoxsa rəhbər olandan sonra? Məncə elə əvvəldən başlamalıdır. Müəyyən reputasiyaya görə bizi seçirlər və gələndən sonra o reputasiyanı biz daha çox bərkitmək məcburiyyətindəyik. Reputasiya anlayışı ümumiyyətlə bir insan barədə deyirlər, o bu şeyi mükafatsız buraxmaz. Amma başqa şey də deyə bilərlər. O bu hərəkəti cəzasız buraxmaz. Bunlar ikisi də reputasiyadır. Sənin prinsipiallığın. Səni o qədər səni yaxşı tanıyırlar ki, prinsiplərini. Artıq sən özün gəlmədən sənin reputasiyan gəlir. Özünüz də mənlə razılaşarsınız ki, bizim atalarımızın vaxtında bu ağsaqqal deyilən anlayışlar, düzdür, indi çox az gəlib çatıb ondan bizim dövrə. Amma söz bütün sənətdən, bütün necə deyim, silahın girmədiyi yerə söz girirdi. Reputasiya girirdi. Başqa bir təsir, güclü təsirin girmədiyi yerə kimisə bir sözü girirdi. Söz zamindir. Və o sözün kəsəri olmaq üçün sən o reputasiyanın sahibi olmalısan. Siz, bilmirəm, baxırsınız, bəzi İtalyan mafiyaları, bu haqda mən oxumuşam və orada reputasiya hər şey deməkdir. Misal kimi götürək, kriminal dünyada reputasiya hər şey deməkdir. Sən pulunu itirə bilərsən, sən
həyatını itirə bilərsən, amma reputasiyanı itirmək hər şeyi itirməkdir. Və bunun yaxşı tərəflərini rəhbər istifadə eləsə, Bəli. böyük bir silah olmuş Bəli. olur əldə. Mən bir dəfə yadıma düşdü, onu demək istəyirəm. Qızım balaca idi, məktəbdə bir problem yaşamışdı. Mən ağlayırdı. Dedim, nə olubdu? Dedi ki, bəs yadımda belə dəqiq deyil. Mən deyir, özümü ifadə eləyə bilmədim orada. Mən ona bir söz işlətdim orada. Dedim ki, sən narahat olma. Sən başını salla, dərsinlə məşğul ol. Vaxt gələcək, sən yaxşı mütəxəssis olanda, hardasa işləyəndə sənin o tələbə yoldaşların deyəcək ki, o yaxşı həkimdir. Çünki yaxşı oxuyubdu. O hansısa, yəni qiymətləndirəcəklər. Ona görə reputasiya məncə elə məktəbdə də, universitetdə də oxuyanda, dostların arasında da bu çox vacibdir. Həmən məncə bax. Yəni siz faktiki olaraq tövsiyə etmisiniz ki, birdən o yadıma düşdü yəni. Onun toxumunu artıq cücərtir. Və uşaq o stressdən çıxdı. Doğrudan da mən gördüm nəticələrini. O başını salladı, işindən oldu, dərsindən oldu və nəticəsi də pis olmadı. Həmən situasiyadan çıxdı. Bir də bu rəhbər bir müəyyən mövqe götürür və idarəçilik eləyir. Orada stabillik nə dərəcədə önəmlidir? O stabil mi olmalıdır? Rəhbərin obrazından söhbət Hə. gedir. Bu barədə çox maraqlı bir araşdırma oxumuşam ki, rəhbər obrazı ümumiyyətlə dəyişir. Xüsusən də bax bu minillikdə. Gəlin bax müqayisə eləyək. Müəllif müqayisə eləyirdi. Köhnə idarə etmə üsulu və rəhbər obrazı. Baxın, artıq çəki, ağızda siqar və yaxud tütün borusu, məsəl üçün Churchill. Aha. Artıq çəki, ağır, samballı, avtoritar davranış, mən deyəndi ancaq. Elədir. Əyləncə və istirahət demək elementləri ancaq kurorta, malcaya, əyləncə balaca bir dost məclisində qapalı bir yeyib-içmək məclisi. Hətta rəhbərin ailəsinə belə sirayət edirdi bu davranış. Misal üçün, həyat yoldaşı Azərbaycanı götürür. Həyat yoldaşı işləmirdi və yaxud da bir qadın sahələrində işləyirdi. Uşaqlar ərköyünləşdirilirdi. Yəni, evdə əsas bax bu rəhbər idi və evdə də işdə də. Bugün rəhbər obrazı dəyişir. Baxın, daha fit, daha sağlam həyat tərzinə üstünlük verən, daha networka açıq olan, o tütünü artıq əlində golf çubuğu və yaxud tenis raketi əvəz edir. Ailədə həyat yoldaşı da işləyir, hətta biznes partnyoru belə ola bilirlər. Yəni mən belə başa düşürəm, mühitlə asılıdır. Mühitlə dəyişir və köhnə bunların çatışan və çatışmayan cəhətləri nədir hər ikisində. Müəllif o köhnə rəhbər obrazını qızıla bənzədir. Deyir, bahalı bir şeydir. Çünki onun təcrübəsi var, o rəhbərin illəri var, işlədiyi yerlər var, amma ağırdır. Qızılın transportirovkası, logistikası ağırdır. Amma yeni rəhbər obrazını suya bənzədir. Hər yerə sıza bilər. Yəni qısası çeviklik. Mən özüm bir hərbiçi kimi bu bənzətməni tanka... Güc strukturlarında yəqin ki, biraz fərqli olar. Mən özüm bunu tanka və pilotsuz uçuş aparatına bənzədirəm. Görün, tank ən güclü döyüş maşınıdır. Amma elə yer var ki, tank girə bilmir. Və balaca bir uçuş aparatı onu məhv edə bilir. Yəni, burada çeviklikdən söhbət gedir ki, insan çevik ola bilir. Və güc strukturlarında da, düz deyirsiniz, güc strukturları çətin strukturlardır çeviklik üçün. Çünki illərlə orduda formalaşmış prinsipləri tez dəyişmək olmur. Amma hesab edirəm ki, bugün əgər cəmiyyət dəyişirsə, güc strukturunun təsir obyekti cəmiyyətdir, dövlətdir, hətta bütün güc strukturları xarici vətəndaşlara, xarici siyasətimizə belə təsir göstərən strukturlardırsa, onlar dəyişirsə, orada da çeviklik olmalıdır. Çünki sən bilmirsənsə ki, nəyə təsir edəcəksən, onu anlamırsansa, artıq orada ziddiyyət yarana bilər. Bəli, müasir devirdə bu faktorlara doğrudan da önəm vermək lazımdır. Çünki o vaxtlar biraz fərqli insanlar tabi olurdu, insanlarda bir qorxu var idi, münasibət fərqli idi, istər ailədə, istər işdə. Amma indi biraz gərək çeviklik mütləq olmalıdır, uğur qazanmaq üçün. Hətta biznes strukturlarında da bu belədir. Bəli. Startup periodu var.
biznesin yeni qurulan vaxtı başqa cür idarə eləyirsən, sonra etap bunlar hamısı dəyişir. Sistemləşməlidir, elə bir period olur. Rəhbərin psixoloji, sosioloji bilikləri nə qədər vacibdir və o bu bilikləri istifadə etməlidirmi? Tarixə nəzər salsaq, psixologiyanın nə olduğunu bilməyən dövrlərdə insanların, bütün məşhur sərkərdələr, bütün dünyanın yarısını zəbt etmiş məşhur siyasi simalar, belə deyək, dövlətləri quranlar, kütlənin idarə etdiyi xalqın insan olaraq düşüncəsinin qanunlarını bilmədən bunu edə bilməzdi. Yəni, psixologiyanın nə olduğunu bilmirdilər. Amma insan təbiətinin necə işlədiyini bilərək düzgün addımlar atıb, düzgün strategiya qura biliblər. Hesab edirəm ki, rəhbərlərə bu bilgilər lazımdır. Amma təbii ki, rəhbər psixoloq rolu oynaya bilməz öz strukturunda. O özünü tənzimləyə bilər, amma kollektivinə bu konsultantın, belə bir təlimlərin ehtiyacı olmasını artıq özün o intuitiv və təcrübəsi əsasında bilməlidir ki, nə zaman bura yardım lazımdır. Və bir çox rəhbərlər üç formada davranırlar. Bəzi rəhbərlər ümumiyyətlə bunu inkar edirlər. Özü birtəhər alınır. Bu prinsiplə yaşayırlar. Elədir. Maaşını artıraram, cəzalandıraram və salam. Bundan birtəhər alınır. İkinci cür rəhbərlər bu trenddir deyə hər yerdə tətbiq olunur. Mən də ayda bir dəfə, ildə bir dəfə bunu keçirim. Formal xarakter daşıyır. Amma üçüncü tip rəhbərlər, bugünün rəhbərləri, onlar bunun strateji addım olmağını bilirlər. Və əvvəldən profilaktik olaraq komanda ruhunu, psixoloji sağlam, psixoloji mənəvi o mühiti öz kollektivlərində vaxtında təmin edirlər ki, artıq avariya olandan sonra çağırmayaq olar. Bəli. Bax, bu konsultantlar deyirsiniz, bu doğrudan çox vacibdir. Çünki bəzən bir insan öz orqanizmini tanıyır, amma görməyə də bilər, hiss eləməyə bilər. Bunun üçün gedir həkimə. Həkim onu müayinə eləyir və öz təyinatlarını verir. Şirkət də, müəssisə də bir orqanizmdir də. Bura mütləq bir müdaxilə lazımdır. Rəhbər o görməyə bilər. Bəli. Bax, o konsultant dediyimiz adam daxildən olmalıdır, yoxsa kənardan dəvət olunmalıdır? Mən hesab edirəm ki, kənardan. Bilirsiniz niyə görə Sevinç xanım? Struktur daxilində əgər sən hər hansı bir ştat vəzifəsi tutursansa, deməli sən o rəhbərin işçisisən. Nə qədər də böyük qazancın olsa, maaşın olsa, xüsusi bir vəzifə sahibi olsan, yenə də sən o iyerarxiyanın içindəsən. Və təbii ki, o mütəxəssislər rəhbərə onun səhvlərini göstərmək üçün də orada olurlar. Hər zaman tərifləmir, onlar rəhbərin səhvini göstərirlər. Və bunu hər rəhbər qəbul etmədiyi üçün həmin adama qəzəb yaşaya bilər, həmin adamı işdən çıxarda bilər və həmin mütəxəssis bunlarla üzləşməmək üçün o rəhbəri həmişə belə deyək, tərifləyəcək və sığallayacaq. Amma o mütəxəssis kənardan gəlirsə, onun ora bağlayan yeganə sənəd müqaviləsidir və müqavilədə də yazılır ki, mən sizə bu xidmətləri və bu formada iradlar, orada hamısı xırdalıqla yazılmalıdır ki, artıq rəhbər başa düşsün ki, o bunun tabiçiliyində olan işçi deyil, ancaq onun xoşu gələn sözlər deməyəcək, səhvləri göstərəcək, problemləri tapacaq və bir yerdə həll olunacaq. Burada rəhbər nə dərəcədə gərək güvənli və bilgili olsun ki, onu qəbul eləsin. Çox vaxt rəhbərlər onu qəbul eləyə bilmir ki, kənardan kimsə müdaxilə eləsin və onun səhvlərini desin. Çox təəssüf. Bax, o kritikanı qəbul eləmək xüsusiyyəti rəhbərlərdə çox vacib. Hər bir insanda bu vacibdir. Amma müasir idarə etmədə məncə doğrudan da rəhbərlər kənardan... Amma yaxşı konsultant bunu tənqid şəklində yox, bunu elə formada çatdıracaq ki, yaxşı konsultant gəlir, şirkətə baxır, elə bil ki, uzun bir məftil götürək. Bizim elektriklə təmin edən uzun bir elektrik xətti. O elektrik xəttində tok getmirsə, gəlir mütəxəssis tokun qısa qapanma yerini müəyyənləşdirir, oranı düzəldirlər, tok gedir. Bütün xətti dəyişmirlər ki.
Şirkət də, hər hansı bir insanın öz həyatı da, bax o elektrik xətti kimidir. Bir yerdə səhv olur və o səhv bütün sistemi məhv edir. Məsələn, rəhbərin idarə etdiyi bir strukturlardır. Aha, rəhbərin öz strukturu və idarə etdiyi struktur. Bax, o strukturlarda necə olmalıdır? Onların rəhbərlərlə münasibəti, orada konsultantın işi necə olmalıdır? O strukturların xarakterindən asılıdır. Mən bugün istəyərdim 4 struktur modelinə toxunam. Misal üçün, birinci qapalı tip struktur. Əsasən bura ordu xarakterli, hərbi strukturlar, istehsalat, böyük istehsalat strukturlarıdır. Bu strukturlarda iyerarxiya dəqiq aşağıdan yuxarı, yuxarıdan aşağıdır. Bir nəfər idarə edir. Əsas informasiya yuxarıda toplanır və belə deyək də füqi şaquli formada idarə etmə gedir. Əsasən bu tip idarə etməni daha çox stabilliyə və konservativliyə üstünlük verən insanlar seçir. İkinci növ, ikinci model təsadüfi yaranmış modeldir. Belə deyək də başdan soğudu yaranmış model. Bu modelə adətən işçilər hərəsi öz işini görür. Freelance da ola bilər, başqa yerlərdə otura da bilərlər. Lider burada, rəhbər burada yalnız motivator rolu oynayır. Heç bir göstəriş vermir, təzyiq göstərmir, cəzalandırmır. Ancaq psixoloji motivasiya üzərində qurulmuş bir təsadüfi qrup olur. Təbii ki, bunun da burada sağlam intizam, struktur olmadığı üçün bu da çox effektiv, tam özü, təkcə özü çox effektiv model olmur. Üçüncü model açıq modeldir. Misal üçün, parlamentari modeldə deyirlər buna. Misal, İngilis parlamenti bu modellə qurulub. Hamı öz fikrini deməlidir və qərarlar hamının fikrinin əsasında qəbul olunmalıdır. Və bugünkü biznes strukturda ona zaman yoxdur. Hamını dinləmək üçün ona zaman yoxdur. Müəyyən qərar vermə nöqtələri ola bilər ki, orada ekstreni hərəkət etmək lazımdır. Və dördüncü modeldə artıq bir liderin xarizması ətrafında toplanmış, yaranmış bir strukturdur. Misal üçün, bura aiddir dini qurumlar, dini cərəyanlar və yaxud partiyalar. Orada bir lider var və o öz ideyasını işıqlandırır, öz şəxsi xarizması ilə motivasiya insanları öz arxasınca aparır. Bax, bu 4 modeldir. Və bunların idarə etməsi də fərqlidir. Bunların idarə etməsi də fərqlidir və bunlardan ən effektivi hesab edirəm ki, hamısının sintezi ola bilər. Elədir. Misal üçün, siz Sevinç xanım neçə il rəhbər vəzifədəsiniz, belə bir ictimai birliyin rəhbərisiniz hal-hazırda, çox müxtəlif insanlarla üzləşirsiniz, işləyirsiniz. Siz bu 4 modeldən hansına üstünlük verərdiniz, hansı faiz etibarı ilə? Mən əslində sizi dinləyirəm, dinlədikcə düşünürdüm. Orada doğrudan da idarə edən insanın burada çox önəmlidir özünün baxışı. Dediyim kimi, ilk etapda mütləq şəkildə 4-cü model. Loyallıq, motivasiya. Çünki bir fikir, ideya formalaşır, onun üzərində mən özümdən danışıramsa biznes qurulur. Burada çox önəmlidir, ora toplanan insanların münasibəti, insanların motivasiyası. Gəlir bir müddətdən sonra başqa bir, artıq startup bu etap keçir, orada artıq lazımdır ikinci model. Məncə elə. Mən özüm ilk başlayanda, ilk işimdə bir modeli görmüşdüm. Birinci model. Birinci model. Qapalı, avtoritar və ilk işim olduğu üçün o mühitdə mən nəzarət eləyirdim rəhbərin hərəkətlərini. Mən onu bəyənirdim. Sizin rəhbəriniz? Mənim rəhbərim, bəli. Baxırdım, görürdüm ki, necə sərt, hamı ona tabidir, hətta biraz qorxu hissi var. Bir müddətdən sonra elə alındı ki, mən özüm idarəçi oldum, oxşar bir şirkətdə. Artıq çeviklik də öz rolunu oynayır. Bəli. Tez-tez, oradan ora, buradan bura şirkət məsələn böyüdükcə, orada qanunlar işləməlidir, sistem işləməlidir. Burada artıq biraz mülayimlik keçmir. Orada mütləq xaos yarana bilər. İşçilərin sayı artır, artıq hərə
bir-birinin işinə qarışır. Bax, orada lazımdır mütləq müdaxilə eləmək, qanun çərçivəsində müəyyən bir sistem qurmaq. Bəli. Böyük şirkətlər məncə ancaq ikinci Bu sistemlə işləyir. Birinci sistemlə işləməlidir. Çünki birinci sistemlə işləməsə, orada nəticələr olmaz. Sevinç xanım, insanın ailəsi belə o Bəli. birinci sistemlə işləməsə, Bəli. o da uğursuzluğa gətirər çıxarır. Yəni çeviklik çox önəmlidir, elə ailədə də, işdə də. Çünki orada müəyyən bir elə bir vəziyyət yarana bilər ki, orada sən qulaq asmalısan kollektivə. Hərdən belə bir Hamını söz var. bir dinləməlisən. Olub O məndə da elə. olur, bəli. Hə. Hərdən belə bir söz var, deyir, hərdən yaxşı rəhbər, yaxşı işçiyə işləməsinə mane olmamaqdır. Elədir. Hərdən. Elədir. Çünki rəhbər bunu artıq özü qərar verməlidir. Mən harda çəkilməliyəm, harda hücuma keçməliyəm, harda tənzimləməliyəm, harda cəzalandırmalıyam. Məncə elə rəhbərliyin ən böyüklüyü elə odur ki, sən işçinin professionallığına əmin olursan, Bəli. əgər o professionaldırsa və layıqdırsa, ona mane olmaq Bəli. lazım deyil. Delegasiya prosesidir, məsuliyyətin ötürülməsi. Ötürülməsidir. Və burada bir moment var. Orada da məsələn mən öz təcrübəmdən deyirəm. Mən verirəm işçiyə o şəraiti yaradıram. Professional işçidir, çalışır, nəticələri yaxşıdır. Müəyyən bir etapda o da insandır. Hansısa bir məqam gəlir ki, sözünü deməlisən. Bəli. O qanunları yada salmalısan ki, şirkətin belə qanunları var. Nəzarət mexanizmi. Nəzarət mexanizmi mütləq işə düşməlidir. Ən loyal, ən belə deyək, bir kollektiv olsun, ən loyal şirkətdə belə mütləq o qanunlar qanunlar işləməlidir. Mütləq işləməlidir. Siz düz dediniz, peşəkar söhbətinə toxunaq. Peşəkarı birdən gətirirlər, qoyurlar rəhbər və yaxud peşəkar özü təyin olunur və s. Tutaq ki, rəssam. Bu insan yaradıcıdır. Bu insan ancaq yaradıcılığını inkişaf edir. Ya IT mütəxəssisi, o bütün gün o kompüterin, o proqramların içindədir və o rəhbər təyin olunur. Rəhbəri başqa bir dünyadır. Tamamilə. O orada müəyyən bir inzibati vəzifələrlə o qədər üstü bastırılacaq ki, məşğul olacaq ki, onun o peşəkarlıq sahəsi qalacaq qıraqda. Yəni ya peşəkar ölür, ya rəhbər ölür. Və yaxud da o rəhbərliyi qırağa qoyub ancaq öz peşəsinlə məşğul olsa, rəhbərlik bir gün belə boş buraxılası bir sahə deyil. Məncə peşəkar öz peşəsinlə məşğul olmalıdır. Bəli. Rəhbərlik artıq O özü artıq bir peşədir. bəli, Bəli. o bir peşədir. Orada tamamilə başqa xüsusiyyətlər olmalıdır. Bəli. Başqa o vision deyirlər. Belə bir Dünya görüşü. Dünya görüşü olmalıdır. Hissiyyatı olmalıdır, emosional intellekti olmalıdır. Bunu mən təcrübəmdə Görmüşsünüz və yaşamısınız. yaşamışam. Hə. Ona görə sizlə bunu paylaşıram. Gülər xanım, bu modellərdən biz danışdıq da. Modellər kimlərdən formalaşır? Və struktur daxili münasibətlər necə tənzimlənir və hardan formalaşır? Bunu mən bir araşdırma ilə cavablandırmaq istəyərdim. Danimarkalı bir professor Xoyruk Kopenhagen Universitetinin deməli etnologiya və arxeologiya institutunun professorudur. Bu hesab edir ki, bir strukturda 3 yad planetdən, 3 ayrı-ayrı planetdən olan insanlar çalışır. 3 planetdir: Yupiter, Yer planeti, yerlilər və Mars planeti. Yupiter adlandırılır biznes sahibləri, strukturdakı birinci şəxslər. Sıravi əməkdaşlar hamısı faiz etibarıyla çox olur. Bunlar yerlilər adlanır, yəni Yer planeti, Yer planeti nümayəndələri və Mars planetindən olanlar. Bunlar muzlu rəhbərlər, CEO-lar, menecerlər, yəni muzla işləyən rəhbərlər. Bunların üçün də ayrı-ayrı xarakteristikası var. Yupiter biznes sahibi, bu obrazın ümumiyyətlə iş qrafiki yoxdur. Bunun işi nə vaxt başlayır, nə vaxt bitir. Onun beynində böyük bir ehtiras var. Mənim
işim, mənim şirkətim, onu başqa yerlərdə görmək, onu inkişaf etdirmək və bunun üçün gecə-gündüz işləmək. Bu insan işə günorta da gələ bilər, amma 2 sutka orada qalıb işləyə bilər. Yəni bunun zaman çərçivələri yoxdur. Çox zaman bu insanlar heç xarici görünüşünə də o qədər də fikir vermirlər. O boyda maddiyyətin sahibi olsalar belə çox sadə olurlar. Yəni beyində ancaq bu yaratdığım strukturu daha yaxşı bir yerə gətirməkdir. İkincilər çox maraqlıdır, bu yerlilər. Onlar sırf maaşa işləyən və bunların həyatında və iş fəaliyyətində işin başlaması 9, işin bitməsi 6. Bu zamandan sonra onlar üçün iş yoxdur. Yəni onlar strukturun, böyük kampaniyanın, holdingin ümumi uğurunda və yaxud onun hara getməsində o qədər də maraqlı və deyirlər və iştirak etmirlər. Üçüncülər isə onların bu yerlərin də əsas bu elementləri danışıq tərzi, misal üçün nə qədər pul qazandım, yox, nə qədər aldım. Uğura təsadüf kimi baxanlar. Hə. Əgər Yupiter uğura, işin və intizamın nəticəsi kimi baxırsa, bunlar uğura təsadüf baxırlar. Bəxti gətirdi. Ən çox da deyir, o Xoyruq deyir ki, ən çox da lotereya bileti alanlar o yerlilərdir. Onlar inanır ki, bu yəni o insanı siz 6-dan sonra işdə saxlaya bilməzsiniz. Və bu o demək deyil ki, onlar işlərini pis görürlər. Onlar həmin o zaman çərçivəsində yaxşı mütəxəssis də ola bilərlər. Amma onlar üçün 9-dan 6-dan sonra 9-dan əvvəl, 6-dan sonra başqa şeylər, başqa dünya var. Bu qazandığım pulu harda xərcləyim? Bəs bu planetlərin arasında o kəsişmə nöqtələri necə özünü büruzə verir? O insanlar necə bir-birindən, yəni bu ünsiyyətlər? Üçüncülər kömək eləyir bu prosesə. Marslılar, həmin o CEO-lar, həmin o muzlu idarəçilər. Mən biznes sahibi onu muzla işə götürür ki, bütün bu idarəetmə proseslərini, belə deyək də, onun özü ilə yerlilərin arasında bufer, tənzimləyici bir faktor olsun. Bu Marslılar, onların hədəfləri başqadır. Onlar biznesdən pay yoxdur onlarda. Yəni biznesin biznesdə pay yoxdur, öz şəxsi payları və əsas qərarlara təsir göstərə bilən bir şəxslər deyil. Amma digər məsələlərdə əsasən yaxşı CEO-lara azadlıq verilir ki, kollektivi prosesləri düzgün qura bilsin. Bunlar biraz başqa cür özlərini aparırlar. Misal üçün, Yupiter biznes sahibi ona maraqlı deyilsə, o nə geyinəcəkdir. Amma Marslı CEO onun xarici görünüşündə büruzə verir. O brendə, trendə, gözəl görsənməyə, imkanlı görsənməyə üstünlük verir. Maşınında da büruzə verir, sosial şəbəkələrində büruzə verir. Ailə networkingində büruzə verir. Yəni bu insan üçün əsas CEO-lar və bu Marslılar. Onların da məqsədi bu biznesi yaxşı yerə gətirməkdir. Amma fərq budur ki, Yupiter buranı heç atıb getməyəcək, həmişə qalacaq. Amma Marslı CEO başqa yerdə burada təcrübəsini toplayır, böyük çekə sahib olandan sonra başqa bir təklifə, başqa bir şirkətə gedə bilərlər. Yenə də bu o demək deyil ki, bütün bu 3 dənə saydıqlarım hansısa işinə pismi yanaşır və yaxud hamısının içində işinə yaxşı və yaxud pis yanaşan olur. Təbii ki, bunlar bir-birini başa düşmürlər. Çünki təsəvvür edin ki, Yupiter deyir ki, yerliyə, bugün Xadno günü, istirahət günü işə çıx. Yerli onu anlamır. Yəni o necə yəni mən bugün, amma Yupiter də onun anlamamağını anlamır ki, adam gəlməlidir da işə. Çünki özü elə eləyir axı. Özü bütün həyatını bura verir. Yəni tənzimlənir, bir-birini başa düşmək üçün də siz bayaq qeyd etdiyiniz o işlək intizam qaydaları olmalıdır. Hər kəs öz vəzifəsini bilməlidir. İndi isə keçək izləyicilərimizdən gələn suallara. Onların arasından maraqlı və düşündürücü suallar seçmişik. Maaş motivasiya edirmi? Maaş motivasiya edir qismən. Hər zaman tək maaş önəm daşımır. Misal üçün, balaca bir business case. Bir insan bir şirkətdə işləyir və ənənəvi insandır. Öz ənənələrinə sadiq qalan bir insandır. Və o şirkətdə müəyyən bir yer var həyatda ki, orada siqaret çəkə bilər əməkdaşlar. Bu insan isə siqar çəkir. Yəni o özünə sığışdırmır ki, o düşüb həyətdə o siqaret çəkən 5 dəqiqə fasilədə o siqar anlayışını ora sığışdıra bilmir və ən böyük məvacibi alsa belə şirkətdən işdən çıxır. Və yaxud da bugün bizim özümüzün cəmiyyətimizdə
hər hansı bir qatı bir dinə mənsub olan bir şəxs spirtli içki verilən bir yerdə nə qədər də maaş böyük olsa işləməz. Yəni demək maaş bütövlükdə motivasiya etmir, qismən motivasiya edir. Dost olmaq olar işçilərlə. Yaxşı sualdır. Nəticələrinə hazırsınızsa olar. Bir gün əgər işçiniz sizə səhər işə gəlməz və SMS yazar ki, "Privet Seva, mən bu gün yatıb qalmışam, gəlmirəm." Buna hazırsınızsa dost olun. Ən təhlükəli rəhbər tipi hansıdır? Özündən başqa heç kəsi dinləməyən. Rəhbəri hamı sevməlidirmi? Rəhbəri hamı sevməlidir, rəhbərə hamı hörmət etməlidir və onun arxasınca getməlidir. Rəhbərə hansı işçilər lazımdır? Nə qədər də biz desək ki, hər işçinin öz funksiyası olmalıdır, rəhbərə çox funksional işçilər lazımdır. Məsəl üçün belə bir biznes sahibinin verdiyi sualı görmüşəm işçini intervyu edəndə. Məsəl üçün adi bir sual verir ki, kanalizasiya lükları niyə yumrudur və yaxud təyyarənin şüşələri niyə yumrudur? Deyir, mən 3 cür cavab müəyyənləşdirirəm. Birincilər başlayır düşünməyə, axtarır, bu ola bilər, o ola bilər. İkincilər deyir ki, dərhal bu mənim vəzifəmə aid deyil. Üçüncülər ümumiyyətlə donur qalır. Bir işə götürən artıq təsəvvür edir ki, sabah bu işçi hər hansı bir xaos, böhran vəziyyətində, qeyri-standart situasiyada özünü necə aparacaq, çıxış yolu axtaracaq, yoxsa deyəcək bu mənim işim deyil, üzünü çevirib gedəcək, yoxsa donacaq. Məncə ondan işçi olmaz. Gülər xanım, rəhbər oldun, stressdən qaçmaq mümkün deyil. Siz stressdən necə qaçırsınız? Sevinç xanım, stres yaxşı stres də var, pis stres də var. Hamısı insan üçün stresdir. Amma oxuyuram. Doğrudan. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Əla. Hərdən bunu deyirəm. Və bu stresi atırsınız. Çünki kontrast lazımdır. Bəli. Hər zaman ciddi olmaq olmur. İncə sənətə də müraciət etmək olur. Əla. Razıyam. Çox sağ olun Gülər xanım. Çox sağ olun, mənə də xoş oldu həm söhbət olmaq. Maraqlı oldu. Hə, çox sağ olun. Mənim üçün çox maraqlı oldu. Təcrübəmə əsasən məlumatlar aldım. Müəyyən biliklərim özüm üçün təsdiqlədim. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu buraxılış sizin üçün faydalı oldusa, paylaşmağı və Andop Talks-u izləməyi unutmayın.